Novxanıdakı acınacaqlı vəziyyət. Yollar kanalizasiya sularına qərq olur. Bəs dövlət qurumları niyə hərəkətə keçmir? Novxanı qəsəbəsinin bu hissəsində uzun illərdir həllini tapmayan ciddi problem yaşanır. Kadrlarda gördüyünüz ərazi şəhərin mərkəzi hissəsindən Novxanı çimərliyinə gedən əsas yoldur. Məhz bu dairədən dənizkənarı istirahət mərkəzlərinə, eləcə də Pirşağı və Saray istiqamətlərinə yollar ayrılır. Lakin cüzi yağıntı belə burada acınacaqlı vəziyyət yaradır. Bugün səhər saatlarında yağan qısa müddətli yağışdan sonra ərazi yenidən kanalizasiya və yağış sularının altında qalıb. Təəssüf ki, nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, nə də əraziyə məsul Binəqədi rayon icra hakimiyyəti bu problemə indiyədək əsaslı həll yolu tapa bilib. Əgər az miqdarda yağıntı belə bu mənzərəni yaradırsa, təsəvvür edin ki, payız və qış aylarında intensiv yağışlar zamanı vəziyyət nə qədər ağır olur. Hər dəfə belə hallar baş verdikdə dəniz kənarında istirahət etməyə gələn insanlar kanalizasiya sularının yaratdığı üfunətli qoxu ilə üz-üzə qalırlar. Bu isə təkcə vətəndaşların rahatlığını pozmur. Eyni zamanda mövsümi fəaliyyət göstərən istirahət mərkəzlərinin işinə də ciddi zərbə vurur. Üstəlik, yay aylarında bu yoldan istifadə edən çoxsaylı xarici turistlərin də belə mənzərə ilə qarşılaşması ölkəmiz haqqında heç də müsbət təsirat formalaşdırmır və Azərbaycanın turizm imicinə mənfi təsir göstərir. Mütəxəssislərin bildirdiyinə görə problemin iki əsas səbəbi var. Birincisi, yağış sularının ayrıca kollektor sistemi ilə deyil, yaşayış evlərinin kanalizasiya şəbəkəsinə yönləndirilməsidir. İkincisi isə məhz bu dairənin yerləşdiyi hissədə kanalizasiya borularının diametrlərinin bir-birinə uyğun olmamasıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilk növbədə kanalizasiya xətlərinə yağış sularının axıdılmasının qarşısını almalı, yağış sularının ayrıca kollektor sistemi vasitəsilə kənarlaşdırılmasını təmin etməlidir. Bu problem yalnız müvəqqəti tədbirlərlə deyil, əsaslı mühəndis həlli ilə aradan qaldırıla bilər. Qarşıdan daha intensiv yağıntıların gözlənildiyi payız və qış mövsümü gəlir. Aidiyyəti dövlət qurumları bu problemə təxirə salınmadan ciddi müdaxilə etməlidirlər. Əks halda hər yağışdan sonra eyni mənzərə təkrarlanacaq və bunun fəsadlarını həm sakinlər, həm də Novxanı istiqamətində hərəkət edən minlərlə insan çəkməyə davam edəcək.